Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Qəbirstanlıq yüksəkdə, şəhər aşağıdadır. Tabesiz mürəkkəb cümlədir. Mübtəda və xəbərimiz var. Burada xəbərli şəkilçi ixtisar olunub. Digər cümlədə də həmçinin mübtəda xəbərdən ibarətdir. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyində idi. Yenə də xəbərlərdən idi hissəci ixtisar olunsa da, üç cümlə mövcuddur və e, hər biri tabesiz mürəkkəb cümlənin tərəfləridir. Tərkib hissələri göründüyü kimi hər ikisində intonasiya ilə bağlandığı üçün birinci fikir ortada olmalı idi. Müəyyən şəxslidir, tərkib hissələri bu da ortada olmalıdır. Çünki hər iki cümlədə tərəflərin hər birinin mübtədası mövcuddur. Bərabər hüquqludur, bəli, hər ikisi tabesiz mürəkkəb cümlədir. Eyni zamanda baş verir, bəli, tərəflər arasında sadəcə zaman əlaqəsi var. Biri digərlə qarşılaşdırılır, bu isə yanlış fikirdir. Cavabımız 3 və 4 olur.